Bismillahirrahmanirrahim. Elhamdü ve sena lillah Rabbil alemin. Bari'il halaiqi ecma'in. Fatiris semavati vel aradin. Vessalatu vesselamu ala habibihi ve hafizi sirrih ve mübelligh risalatih. Seyyidina ve nebiyyina tabibi kulubina ve şefii zunubina Ebu'l Qasim Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve ala alihi tayyibin tahirin el-mezlumin el-mukerremin el-muntecebin la siyyama beqiyyetillahil azam arvahuna litirabi maqdamihil fida Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Hazreti İmam Cafer Sadık Aleyhisselam'ın məzlumane şehadet günüdür. Bu şehadet münasibetiyle Hazreti İmam-ı Zaman Celallah Teala Ferecahu Şerifin məhzər-i şərifine ve siz mühterem müminlere təsliyət və başsağlığı arz edirəm. Allah'tan istəyirəm ki bizleri dünya və axirət o Həzrətdən ayrı salmasın. Məzlum qəbrinin, ziyarətin dünyada və üqbada şəfaatin bizlərə nəsib eləsin. Bugün Allah'ın izni ilə ki Həzrəti İmam-ı Sadiq Aleyhisselam'ın şəhadət məclisidir, şəhadət günüdür. Bir mühüm məsələyə işarə edəm. Çünki illər İmam Sadiq haqqında danışmışıq. Cümə xütbələri var. Şəhadətində, viladətində müxtəlif mövzulara işarə olunubdur. Nəzərimcə bu mövzu ki indi danışacağım təzə bir mövzudur. Bu haqda danışmamışıq. O bundan ibarətdir ki İmam Sadiq bizdən nə istəyir? İmam Sadiq bizi necə görmək istəyir? İmam Sadiq Aleyhisselam'ın bizlərdən gözləntisi nələrdir? Nələr istəyir bizdən? Təbii ki, dildə asandır insan desin ki, mən Cəfəriyəm, İmam Sadiq şiəsiyəm. Bunu iddia eləmək asandır. Amma imamın həqiqi şiəsi olmaq mühüm məsələdir və belə də asandır. Şiə və ardıcıl olmaq gərək həyat tərzində ola, nəinki iddiada. Həyat tərzimizdə biz İmam Sadiq Aleyhisselam'ın şiəsi olaq. Bu nə cür olur? Bu o cür olur ki, biz İmam Sadiq Aleyhisselam'ın dediği kimi yaşayaq. İmam Sadiq Aleyhisselam'ın yaşadığı kimi yaşayaq və buna çalışaq. Biz onda olarıq İmam Sadiq Aleyhisselam'ın şiəsi. Mövzu bundan ibarətdir ki, İmam Sadiq Aleyhisselam bizlərdən nə istəyir? Bizi necə görmək istəyir? İmam Sadiq Aleyhisselam'ın bizlərdən intizarı, gözləntisi nədir? Birinci məsələ ki, Həzrət İmam-ı Sadiq Aleyhisselam bizlərdən istəyir, xalqa xidmətdir. İmam Sadiq şiəsi bacardığı qədər cəmaata, xalqa, dini qardaşlarına xidmət etməlidir. Bunu da ərz edeyim, ibadət fəqət namaz, oruc, zikir deyil. Xalqa xidmət də ibadətdir. Biz ki özümüzü Həzrətin şiəsi bilirik, Əhl-i Beytin şiəsi bilirik. Gərək onlar kimi olaq. Şam ibn Salim nəql edir ki, imamın həyat tərzi bu cür idi. İmam Sadiqin. Yəni yaşayışı bu cür idi. Yəni bir dəfə, iki dəfə eləmirdi bunu. Elə ki gecənin bir hissəsi keçirdi. İmam Sadiq Aleyhisselam kisəni doldururdu. Çörəklə, ətlə, pul götürürdü, ərzaqla. Gedirdi ehtiyaclı insanların qapısına. Fəqir insanlara verirdi. Kimsəsiz insanlara verirdi. Gecə qaranlıq, üzü bağlı. Heç kəs tanımırdı bu kimdir. Heç kəs bilmirdi. Həzrət illər bu cür eləyibdi.
İmam Sadiq əleyhissalam şəhid olandan sonra bildilər ki, o adam İmam Sadiq əleyhissalam idi. İmamlarımız nəinki dildə bizləri xalqa xidmət etməyə çağırırdı. Özləri də bu cür olublar. Huşam ibn Salim bu cür deyir. Bütün imamlar bu cür olub, bəli. Həzrət Əli bu cür olubdu. İmam Həsən ağa bu cür olubdu. İmam Hüseyin əleyhissalamdan danışdıq bu cür. Bütün imamlarımız bu cür olubdu. Diqqət buyurun, bu iki məsələdir. Bir var bir adamı nəyəsə dəvət eləyə. Yəni ki, bu cür eləyir. Oğlum, bu cür elə, bu cür etmə. Fəqət dildə. Amma bir adam var, həm dildə dəvət eləyir, həm əməlində, həyat tərzində göstərir. Oğlum, əl açıq ol, səxavətli ol, infaq eləyən ol, namazı əvvəl vaxta qıl, namaza dəyər ver, yalan danışma və s. Axır oğluna nəsihət edir. Oğul da görür, övlad da görür ki, atam özü də bu cürdür. Əzan deyilən kimi qalxdı namaza. Əzan deyilməmiş namaza hazırlaşır. Heç vaxt yalan danışmır. Özü əl açıqdır. Əhl-i Beyt əleyhimussalam bizləri nəinki dildə, həyat tərzlərində dəvət eləyiblər. Və subut eləyiblər ki, bax, biz özümüz bu cürük. İmam Sadiq əleyhissalam buyurur, ey Cöndəbin oğlu, hər kəs öz dini qardaşının ehtiyaclarını ödəmək üçün bir addım ata, elə bil Səfa Mərvə arasında səy eləyibdir. Hacı gedir həccə, iki dağı var Səfa Mərvə arasında. Səy eləməlisən, ged-gəl eləməlisən, çalışmalısan. Hər kəs dini qardaşına bir hacətin verərsə, ehtiyacını ödər. Elə bil ki, Səfa Mərvə arasında səy edibdir, addımlayıbdır. Belə bir insan, kim? O dini qardaşını, mömin bir kasıb, ehtiyaclı insana kömək eləyir. Həzrət buyurur, bənziyir o adama ki, elə bil Bədir, Ohud döyüşündə sədri İslam, İslamın birinci döyüşü dinimizdə Bədir döyüşüdür. İkinci döyüş Ohud döyüşüdür. Bu döyüşdə olan şəhidlərin Allah yanında çox uca məqamı var. İmam Sadiq əleyhissalam buyurur, hər kəs bir mömin qardaşının ehtiyaclarını ödəsə, elə bil Bədir, Ohud döyüşündə iştirak eləyibdir, Allah yolunda qanına batıbdır, şəhid olubdur. Həzrət buyurur ki, Allah qədimdə o ümmətləri ki, əzaba düçar eləyərdi, onlara əzab nazil eləyərdi, buna görə idi ki, onlar ehtiyaclı dini qardaşlarına etinasızlıq edirdilər. İndi çoxalıb bu etinasızlıq. Mənim var, varımdır. Sənin mömin qardaşının yoxudur axı. Sən ki, deysən, mən möminəm, Qur'ana iman gətirmişəm, Qur'an buyurur ki, infaq elə. Hədis buyurur ki, mömin qardaşlarımın sənin malında haqqı var. Demə mənimdir bu. Sən verməlisən. Həzrət də buyurur ki, qədimdə ümmətləri Allah buna xatir əzab eləyərdi. Çünki onlar öz dini qardaşlarının ki, ehtiyac sahibləri idilər, ehtiyaclı dini qardaşlarına etinasızlıq edirdilər, diqqət göstərmirdilər. Bəli. Sonra buyurur ki, ey Cöndəbin oğlu, bizim şiyələrimizə çatdır ki, məbada azğın dəstələr sizləri azdırsın, başuzu qaçsın. And olsun Allaha. Bizim vilayətimizə təqva olmadan yetişmək olmaz. Bir də dini qardaşlarınıza kömək etməsiz, bizim vilayətimizə yetişə bilməyəcəksiniz. Deməli, İmam Sadiq bizdən istəyir ki, xalqa xidmət eləyək. Möminlər bir-birlərinə xidmət etməlidirlər. Əl tutmalıdırlar. Bunun özü bir ibadətdir. İkinci məsələ ki, Həzrət bizdən istəyir, Həzrətin intizarı var, vilayətçi olmaqdır. Vilayəti qəbul eləyib və vilayətçi olmaq. İmam Sadiq əleyhissalam bizlərdən istəyir. İmamları tanıyaq və tanıdıqdan sonra canı dildən onların vilayətini qəbul eləyək və onlara təslim olaq. Təslim olaq. Bu şərtdir.
İmam Sadiq əleyhissalam bu barədə buyurur ki, Allah bizim şiyələrimizə rəhmət eləsin. Ki bizim torpağımızın qalıqlarından Allah onları xəlq etdi. Şiyələri, Əhl-i Beytin Allah torpaqdan insanı xəlq edir, torpaqlarının qalıqlarından xəlq edibdir. Və bizim vilayətimizin suyu ilə qarışdırıbdır. Onlar bizim qəmimizə görə qəmlənərlər, bizim şadlığımızda şadlanarlar. Şiyələr bu cürdürlər. Əhl-i Beytin, bax bugün qəmli günüdür, biz məclis qurmuşuq. Əhl-i Beytin qəmində, qüssəsində qəmlənirik, şadlığında şadlanırıq. Həzrət bizə rəhmət oxuyub şiyələrinə. Bəli. Sonra buyurur ki, həmişə ümumiyyətlə bunu ərz edeyim, iddia eləmək asandır, tarixən bu cür insanlar çox olubdur. Mən vilayətçiyəm, mən Əli şiyəsiyəm. Bunu dildə iddia eləmək belə bir çətin bir iş deyil. Amma həqiqi şiyələr həmişə az olubdur. Kərbalada İmam Hüseyin əleyhissalamın kənarında nə qədər adam var idi? Az. Həzrət Əlinin kənarında nə qədər adam var idi? Az. İndi İmam Zaman ağanın kənarında nə qədər adam var? Həzrətin huzurunda ona kömək etmək həqiqi mənada ya. Həqiqi mənada Həzrətə kömək etmək istəyənlər nə qədərdir? Çox az. Elə insanlar bir-birlərinə kömək eləmir. O ki qaldı Həzrətə. Adam xumusun vermir, Həzrətin malın vermir. O ki qaldı kömək eləyə, canından keçər. Yəni həqiqi kömək eləmək başqa məsələdir. Həmişə az olubdur həqiqi dindarlar, həqiqi şiyələr. İmam Sadiq əleyhissalam bu həqiqi şiyələri ayırıbdır. Bir-iki məsələ ilə, 3 məsələ vurğuluyur. Əlamətlər buyurubdur. Həqiqi vilayətçiləri qeyri-həqiqilərdən ayırıbdır. Buyurur ki, bizim şiyələrimiz 3 dəstədən ibarətdirlər. Bu ki deyirlər şiyə. Birinci dəstə o insanlardılar ki, bizim vasitəmizlə zinət tapırlar, hörmət tapırlar, qiymət, dəyər tapırlar. Bizi vasitə qərar verib hörmətlənirlər, bizim vasitəmizlə abur-haya tapırlar. Birinci dəstə insanlar bunlardılar. Bəli, özlərin Əli şiyəsi, Əlinin ehtiramına, İmam Sadiq şiyəsi dedikdə, həqiqətən də bunun özü böyük bir iddiadır. Bunun özü böyük bir hörmətdir. Həzrət buyurur ki, onlar bizim vasitəmizlə zinətlənirlər. Buna xatir bizə yaxınlaşırlar, belə deyək. Bu cür iddialar edirlər. İkinci dəstə insanlar deyir, bizim vasitəmizlə yeyirlər. İfadəyə bax, Həzrət buyurur. Nə deməkdir? Yəni, bizim adımızla qazanırlar. Bizim adımızdan dünyaların qururlar. Bizim adımızla yaşayırlar. Bəli, var belə insanlar. Tarixən də olubdur. Rozaxanlar, bəzidir nağrası insanlar, ruhanilər olub ki, Əhl-i Beyt, İmam Hüseyin deyə yaşayıblar, pullar qazanıblar. Ancaq heç bir şey eləməyiblər. Üçüncü dəstə insanlar Həzrət buyurur ki, həqiqi şiyələrdir. O dəstə insanlardılar ki, bizdəndilər və bizim tərəfə hərəkət edirlər. Onlar biz əmniyyətdə olanda rahat olurlar. Diqqət edin. Həzrət buyurur ki, biz Əhl-i Beyt əmniyyətdə olanda rahat olurlar. Amma bizim üçün qorxu olanda onlar da qorxurlar. Əhl-i Beytə qarşı nəsə təhlükə olanda onlar da həyəcanlanırlar, qorxurlar, narahat olurlar. Onlar bizim sirrilərimizi yaymırlar, gizlədirlər. Bir dövr olub axı Əhl-i Beytin sirrilərin gərək şiyələr qoruyaymışlar. Hər yerdə danışmaq olmazmış. Və bizim vasitəmizlə şöhrət tapırlar, istifadə eləmirlər adımızdan. Həqiqi şiyələr Həzrət buyurur bulardır. Üçüncü məsələ ki, Həzrət bizdən gözləyir, yaxşı əməl sahibi olmaq.
yaxşı əxlaqa yiyələnməkdir. Rəftarımızda gərək yaxşı olaq. İmam Sadiq nə buyurur? Buyurur ki, bizə zinət oluz, bizə eyib nöqsan olmayız. Rəftarımız, əməllərimiz yaxşı ola. Bəyənilən işlər görək, gözəl işlər görək. Əxlaqı nəzərdən də gözəl əxlaqa sahib olaq. Dinimizin, Əhl-i Beytin buyurduğu gözəl insanlıq dəyərlərinə, səciyyələrinə malik olaq. Həzrət bu məsələyə çox təkid edir. Neçə dəfə Həzrətin mübarək hədislərində bu müşahidə olunur. Buyurur ki, bizim şiyələrimiz hidayət əhlidirlər. Bizim şiyələrimiz təqvalıdırlar, xeyr əhlidirlər. Şiyə hamıdan çox yaxşı işlər görər. İman əhli olar şiyələr. Müvəffəqiyyət, qələbə əhli olar şiyələr. Şiyələr zirəng olar, imanlı olar, təqvalı olar. Bir şəhərdə məsələn, fərzən bir şiyə var, bir qeyri şiyə var. O şiyə gərək daha yaxşı əxlaqlı ola. Daha yaxşı işlər görə. Daha çox infaq eləyə. Qonşusu ilə daha çox ədəbli ola. Xalqa daha çox xidmət eləyə. Bəli. Sonra and içir Allaha. And olsun Allaha. Bizim şiyəmizdən deyil o adam ki, qarnın haramdan qorumuyor. Həzrət buyurur ki, bizim şiyəmiz qarnın haramdan qoruyar. Halal haram bilmir, deyir mən şiyəyəm. İmam Sadiq şiyəsiyəm. Həzrət buyurur ki, bu adam bizim şiyəmiz ola bilməz. Halal haram bilmir. İffəti yoxdur. Həzrət buyurur ki, bizim şiyələrimiz Allaha görə əməl edər və Allahdan savab gözləyər. Nəinki reklam eləyər özün, riyakarlıq ediyə, bir iş görür deyir ki, niyə tərif yoxdur? Allaha xatir iş görür. Və savabı da, mükafatı da fəqət Allahdan istəyir. Bəli. Başqa bir yerdə Həzrət buyurur ki, hər kəsi ki, bizə itaət eləyir, bizim sözlərimizə qulaq asır, mənim salamımı onlara çatdır. Diqqət edin, Həzrət salam göndərir bir hədisində. Deyir o adamlar ki, bizləri tanıyırlar, özlərin bizim şiyəmiz bilirlər və dediklərimizə əməl edirlər, qulaq asırlar, salamımı onlara çatdır. Və denən ki, mən sizin hamınızı təqvalı olmağa dəvət edirəm, pərhizkar olmağa dəvət edirəm, dində çalışmağa dəvət edirəm, Allah yolunda çalışmağa dəvət edirəm. Din üçün, Allah üçün biz nə etmişik? Həzrət bizi dəvət edir, təqvalı oluz, pərhizkar oluz, Allah yolunda çalışqan oluz. Yəni şiə, İmam Sadiq şiəsi gərək hamıdan çox çalışa. Möminlərin çoxlarında tənbəllik var. Qeyri-müsəlmanlar, ya qeyri-şiyələr, fasik, facir insanlar var, görsən namaz qılmayandı, ibadət əhlidir, amma elə görsən zirəngdir. Ürfədə deyərləri, dünyanı dağıdır. Buradan batır, orada çıxır. Namaz qılan adam ləng, özün şiə, tərpənə bilmir. Bu boyda gözəl bir potensiallı şəhərdir, özünə bir iş tapa bilmir, iş qura bilmir. Elə bir dünya qarq ol, bizdə deyək, nənələrdir, qarq olub elə bil. Bu qarq olmayıb ki, Allah ruzu ayırıbdır, bir hərəkət elə də, bir iş qur da. Şiə gərək zirəng ola, şiə gərək çalışqan ola. Niyə çalışmırsınız? Hansı imam kimdənsə istəyib, ancaq çəkilsin bir tərəfə namaz qılsın, ibadət eləsin? Yox. İmamlar insanları ticarət eləməyə dəvət edirlər, çalışmağa dəvət edirlər, iş qurmağa dəvət edirlər. Hətta hədislərdə var ki, bir adam var, imkanı var. Deyir, yenə işdə, özün var, işdə, başqa kasıb şiyələrə kömək elə. Yəni, daim insan çalışmalıdır. Tənbəllik yox, olmaz. Şiyə gərək hamıdan çox çalışa. Həzrət də buyurur ki, Allah yolunda çalışırız. Sədaqətli oluz, doğru danışan. Şiyə yalan danışar, yox. Əmanətdar oluz. Borc alırsan, vaxtında qaytar. Bir adam sənə əmanət verdi, qaytar. Bir adamın malı qalıb dükanında qaytar. Həzrət buyurur, uzun səcdələr ediyoruz. Yaxşı qonşuluq ediyoruz.
Sifariş eləyirəm sizlərdən hər kəsi bu məsələlərə. Növbəti məsələ ki, Həzrət bizdən istəyir, intizarı var, əməllərimizi hesablamaqdır. Nəinki İmam Sadiqə, bütün imamlar bu məsələləri bizdən istəyiblər. Bu barədə İmam Sadiq əleyhissalamdan çoxlu hədislər var. İmam Kazım əleyhissalam da bu barədə buyurur ki, hər kəs ki əməllərini hesablamırsa bizim şiyəmiz deyir. Bizdən deyir, o adam ki mühasibəsi olmuyor. İmam Sadiq əleyhissalam şiyələrindən gözləyir ki, əməllərin analiz etsinlər, hesablasınlar, mühasibə eləsinlər. Gecə gündüz ki keçir insana, insan gəlir mühasibə eləyə əməlləri. Cibimizin pulunu hesablayırıq, ticarətinizi hesablayırsınız, dükkanda malınızı hesablayırsınız, deyir əməllərinizi hesablayırsınız. Səhər, axşama qədər yaşadın, nə qədər iş gördün, namazları birinci vaxta, əvvəl vaxta belə deyək, əzan olan kimi qıldın ya yox. Cəmaat namazında, cümə namazında iştirak elədin ya yox. Hansı gözəl işlər gördün, nə qədər Allah yolunda çalışdın, xalqa nə qədər xidmət elədin, nə qədər infaq elədin, nə qədər zəkat verdin, nə qədər sədəqə verdin, valideynlərə qarşı nələr etdin, ailə uşağına qarşı nələr etdin. Müsbət, indi mənfiləri də fikirləş, nə qədər günahın olubdur. Günün əvvəlində bizə lazımdır, insan müşaharət eləyir. Yadımdadır ki, bu barədə cümə xütbəsi etmişik, illər öncə. Bir neçə məsələ ki, insanı xoşbəxt eləyər. Günün əvvəli müşaharət. Yəni, insanın şərti ola ki, Allah gün açıldı, mənim qərarım budur, şərtim budur ki, günah etməyəm. Yəni, şərtimiz, qərarımız budur ki, günah etməyək, Allaha üsyan etməyək. Birincisi budur. İkinci məsələ, gün ərzində muraqəbəmiz olsun. Yəni, müğayət olaq, özümüzü qoruyaq. Gözünü qoru, qulağını qoru, dilini qoru, özü günahdan qoru. Buna deyirlər muraqibə. Şərtin budur ki, günah eləməyəsən. Amma gün ərzində nə eləməlisən? Özü də qorumalısan. Sonra günün sonunda, axşam vaxtı, istəyirsən yatasan, günün necə keçdi? Mühasibə eləyirsən, hesablayırsan. Bir neçə dəqiqə. Bundan sonra eləmirsizsə eləyirsiniz. Sübh namazından, səhər çağından, yastığa baş qoyana qədər hesablayırız. Günümüz necə keçdi? İmam Sadiq bunu bizdən istəyir. Həzrət bunu bizdən istəyir. Nə üçün istəyir? Çünki insanı təmizləyir bu məsələ. Bax, sizin ticarətinizdə hesab olmasa, təmizlik olmaz. İşçiləriniz də hətta bundan sui-istifadə eləyə bilərlər. Bu adam hesablamır. Şeytan vəsvəsə eləyər onları, deyək ki, onsuz hesab yoxdur da. Ələyrilik eləyərlər, oğurluq eləyərlər məsələn, olur belə şeylər. İnsan mühasibə eləyəndə, öz üzərində, əməllərini hesablayanda, daha çox rəğbət yaranır yaxşı işlərə və günahdan çəkinir insan və ya insanın təkamülünə, kamilliyinə, paçlanmasına xidmət edir. İmam Sadiq əleyhissalam bu barədə buyurur. Hər o müsəlman ki bizi tanıyır, yəni bizim şiyəmizdir, hər gecə gündüzdə əməllərin analiz etməlidir, mühasibə eləməlidir, hesablamalıdır. Nəfsin hesablamalıdır. Əgər görsə əməlləri yaxşı olub, yaxşı çox əməlləri var, Allahdan istəyir ki, Allah mənə tövfiq ver, daha çox yaxşı iş görüm. Amma görür ki, hesablayır, bəli, orada bir naməhrəmə baxdım, filan yerdə məsələn, Allah eləməsin, filan günah elədi, məsələn, günahlardan tövbə eləyir. Allah da söz verib də, günahlardan tövbə eləsiniz, qəbul eləyəcək. Diqqət edin, hədislər var ki, Allah neçə saat, hətta gün ixtiyar verir, möhlət verir ki, insan ki, günah eləyibdir, mələkə deyir, yazma günahın ki, tövbə eləsin. İnsan da gəlir, məsələn, 5 saat bundan qaba bir günah eləmişdi, hesablayır və tövbə eləyir. Artıq o günah da yazılmır. Bəli, buyurur ki, günahlarından tövbə eləsin ki, qiyamət günündə rüsvay olmasın.
Yəni mühasibə eləyən insan qiyamət günündə rüsvay olmaz. O adam ki onun hesabı düzdür, heç vaxt rüsvay olmaz. O adam ki onun hesabatı yoxdur, rüsvay olar. Başqa bir hədisində buyurur ki, ayıq olunuz. Sizi hesabat etməmişdən qabaq siz özünüzü mühasibə eləyin, nəfsinizi mühasibə eləyin, özünüzdə hesabat aparınız. Misal gətirirəm yerə, dünyəvi bir misal. Görsən, məsələn, bir satıcı işçidir, alır, satır, bilir ki, bunun sahibi var da bu malın. O sahibi gəlməmişdən özü öz işində hesabat aparır. Görür ki, elhamdülillah, düzdür. Nəsə düz olmayanda düzəldir. Nəsə yadından çıxmışdı, axtarır, tapır, o boşluğu düzəldir. Amma adam ki, indi fərzən özü düzəldir, sahibi gəlir, bunun hesabı da düzdür, üzü də açıqdır, heç o rüsvay da olmur. Amma adam ki, hesabatı yoxdur, bilmir hesabın, görürsən ki, sahibi gəldi malın, hesabat aparanda, nəsə düz gəlməyəndə bu rüsvay olur, xəcalətli olur. Həzrət də buyurur ki, ayıq olunuz. Sizin hesabatınız olmamışdan qabaq, Allah ki sizi hesabat aparacaq əməllərinizdə, özünüz öz əməllərinizi hesablayın. Başqa hədislərdə var bu barədə. Deyir, iki şərik necə hesabat aparar? Ticarətdə iki nəfər şərik alver eləyirlər, ticarət eləyirlər. Necə bir-birləri ilə hesabat aparırlar? O da yazır, bu da yazır, bu ondan şübhələnir, o bundan şübhələnir. Nəsə ola bilər, necə ola bilər? Deyir, nəfsünlə o şərikdən də pis hesabat apar, çətin hesabat apar. Necə iki şərik hesabat aparar? Deyir, sən də nəfsünlə ondan da çətin hesabat apar. Ticarətdə şərikə necə çətin tutursan, nəfsüvə ondan da çox çətin tut. Buyurur ki, ayıq olun, qiyamətin günündə hesab üçün 50 dayanacaq var. 50 dayanacaq. Hər dayanacaqda uzun illər insan dayanar, hesabat verər. Uzun müddətlər dayanar. Elə biz asandır bu iş. Həzrətin bizdən gözləntisi var ki, əməllərimizi hesablayaq, mühasibəmiz olsun. Növbəti məsələ ki, İmam Sadiq əleyhissalam bizlərdən gözləyir ki, onu edək, gözləntisi var, günahlardan, haramlardan çəkinməkdir. Bütün imamlar, Peyğəmbər bizdən istəyib ki, günah eləməyək. Həzrətin şəhadət günüdür, Həzrətdən bu barədə çoxlu hədislər var ki, şiyələrimiz nəcür olsunlar. İmam Sadiq əleyhissalam buyurur, bizdən gözləntisi budur ki, şiyələri gərək günaha yaxın durmasınlar. Heç bir bəhanə yoxdur. Əhl-i beytin, şəfaətin bəhanə götürür, əhl-i beyti mən sevirəm, günah eləyir, belə bir məsələ ola bilməz. Deyir, belə etmiyiz. Çünki günah mani olur əhl-i beyti sevməyə. Günah bir səddidir, yolu kəsir, əhl-i beytə qoymur çataq biz. Günahla insan əhl-i beyt məhəbbətin qəlbində daşıya bilmir. Günahla əhl-i beytə İmam Sadiqə yaxınlaşa bilmirik, onların vilayətinə yaxınlaşa bilmirik. Çünki günah bizi onlardan uzaq salır, onlar paçdılar. Təəssüflər olsun ki, yaşadığımız mühitdə çox yerlərdə var. Müsəlmanlar, şiyələrdə bu təfəkkür var ki, bəli də günah eləsəm də əhl-i beyti sevirəm. Və təəssüflər olsun ki, bəzi ruhanilər minbərlərdə bir tərəfli təbliğat apardıqları üçün insanlarda bu cür cəsarət yaranır. İmam Hüseyin əleyhissalama bir dəfə ağla, bütün günahların gedəcək. Bu da deyir ki, il ərzində günah eləyərəm, saxlayaram məhərrəmliyə. Vara belə insanlar. Günahlar eləyir, saxlayır məhərrəmliyə ki, bəli gedib İmam Hüseyini ağlayacam, bağışlayacaq, yenə başlayacaq məhərrəmlidən sonra eləməyə, yenə bu cür. Belə bir şey yoxdur. Bütün çirkin işləri demək olar ki, eləyir, günahları eləyir, bəli. Deyir, mən gedib əzadarlıq eləyəcəm. Həzrət İmam Hüseyin əleyhissalam ağlayacam və günahların bağışlanacaq. Ya məsələn, narkotik satır, şərab satır, nə bilim, haram pullarla pul qazanır. Deyir, mən gedirəm Kərbəlaya, Həccə, Nəcəfə, Məşhədə.
Elə bilir ki, bu getdi, bunun ziyarəti qəbul olacaq və günahları bağışlanacaq. Nə bunun ziyarəti qəbul olur, nə də günahları bağışlanır. Xumsun zəkatını vermir. Deyir, mən həccə gedəcəm, Kərbəlaya gedəcəm. Bunlar da qəbuldur. Namaz qılmır. Namaz qılmır. Aşura gecəsi deyir, səhərə qədər oturmayacaqsınız. Sinə vuraq səhərə qədər. Elə bilir ki, namaz qılmasa, amma sinə vursa, əzadarlıq eləsə, bunun günahları bağışlanacaq. Bu uləmadan biri danışırdı, xətiblərdən biri. Deyir ki, gəldim əzadarlıq gecələri, gündüzləri. Biri yaxınlaşdı, dedi, Hacı abi, yemək bişirirdi, deyir, əl-ayaqda işləyirdi. Bir sutka da ayağımdan çıxmır, çəkmə. Xidmət göstərir. Dedim, bəs sən namaz qılmırsan. Necə çıxmayıb o, gələ namaz qılmaz, dəstəmaz alaydın. Bir belə baxdı mənə. Yer göy qan ağlayır, sən də salmırsan, namaz qılırsan. Sözə bax, yer göy qan ağlayır Aşura günüdür. Sənə deyir, mənlər istəyən namaz qıl. Mən xoşuna gəlmədi. Belə bu deyirdi ki, əhsən, əhsən, nə yaxşı xidmət eləyirsən, nə gözəl, Allah sənə dəyə. Bilirsən nə qədər savab qazandın? Bəli, savabdır. Amma vacibat yerindədir də. Bu da yadına düşüb də ruhani, yaxşı olub yadına düşüb də. Deyim, baba, sən deyirsən ki, bir gecə gündüzdür, çəkməni ayağımdan çıxardımıram, bəs namaz qılmamısan. Buna xoşuna gəlmir də bu. Yer göy qan ağlayır, bu nə sözdür, sən nə namaz? Belə dinimiz yoxdur. Belə şiəçiliyimiz yoxdur. Səhərə qədər əzadarlıq elə, sübh namazı qılma. Elə adamlar var, ha? Əhyə saxlayırlar səhərə qədər, sübh namazları qəzaya gedir. Olub belə adamlar. Əhyə saxlamaq vacib deyil də, bir sürü müstəhəbdir, amma yaxşı işdir. Qədir gecəsi. Vacibi müstəhəbə qurban verir. Vacib sübh namazıdır. Qədir gecəsi oyaq qalmaq müstəhəbdir, amma çox fəziləti var. Amma vacibdir. Bu adam sübh namazına bir saat, saat yarım qalana qədər Qədir gecəsi saxlayıbdı. Sonra yatıb sübh namazı bir də ayrı görür, saat 11-12-dir gün artıq. Gecə Aşura gecəsidir. Əzadarlıq özün yorur. Sübh balam, sübh namazı neyin? Mən əzadarlıq eləmişəm. Həzrət buyurur, yox. Bizim Əhl-i Beytin məhəbbətinə bu cür yaxınlaşa bilməzsiniz. İmam Sadiq əleyhissalamın bizlərdən intizarı nədir? 6-cı məsələ əhl-i əyala, ailəyə xidmət eləməkdir. İmam Sadiq əleyhissalam fəqət bizə buyurmur ki, fərdi ibadətlərinizdə bu cür olunuz, mənəvi məsələlərdə bu cür olunuz. Həzrət buyurur ki, ailədə gözəl ailə başçısı olunuz. Gözəl həyat yoldaşı olunuz. Gözəl ata olunuz. Həzrət bizə tapşırır və bizdən istəyir ki, biz ailədə ailəyə yaxşı xidmət eləyək. Xoş rəftar olaq. Həyat yoldaşı ilə, uşaqlarla gözəl davranaq. Həqiqi şiə odur ki, heç vaxt əhlə yalına zülm etmir. Onları incitmir, onlara çətin tutmur, bədrəftar olmur, pis davranmır. Çalışır həmişə ailəsi ilə, uşağı ilə gözəl rəftar eləyə. Çalışır həmişə onlar üçün rifah yarada. Ki, onlar gözəl yaşasın. Başqa bir rivayətində Həzrət buyurur ki, xoş əxlaq olunuz. Ailələrinizdən yaxşı davranınız. Hər kəs xoş əxlaq ola ailədə, ailəsi ilə yaxşı davransa, o adamın ömrü uzun olar. İmam Sadiq ağa buyurur. Hər kəs ailədə xoş rəftar ola, ailə uşağı ilə yaxşı rəftarda ola, belə bir adamın ömrü uzun olur. Yəni, ömrü uzadan amillərdən biri budur ki, insan ailədə xoş rəftar ola. Əlaqələndirə bilərik, bəli. Bir adam ki, evdə həmişə dava, savaş, nerv, əsəb, insanın ömrü kəsilir, xəstəlik tapardı. Amma ailədə həmişə müsbət enerji olanda, xoş rəftar olanda, can deyib, can eşidəndə insan aramlıq tapır. İnsanın ən rahat yeri onun evidir. Həqiqətən, nə qədər yerlər dolanlıq, gəzirik, ən gözəl rahatlıq, mənəvi rahatlıq, insan aramlıq tapır, insanın ailə uşağının yanıdır.
Çox mühüm məsələdir. Allah bu cür bunu xəlq edibdir. Bu barədə çoxlu hədislər var. Həzrəti Mövla buyurur ki, bir gün mən Həzrət Zəhra salamullah aleyhaya kömək eləyirdim. Hədisdə gəlib ki, Həzrət mərci atırdı qazana. Allah Rəsulü daxil oldu, gördü ki, Həzrət Əli Həzrət Zəhraya kömək eləyir evdə, yemək bişirməyə. Bəziləri o qədər mütəkəbbirdir. Mən necə kömək eləyə bilərəm? Bizim ata-babalarımız, mən görmüşdüm, onlar da iş görərdilər, qocalar evdə. Hətta məsələn, heyvan sağanlar da olurdu, həyat bacada işgər görərdilər. Əhləyalıq xidmət eləməyin, belə deyək, nə qəbahəti var? Peyğəmbər Həzrət Əlini bu cür gördü ki, kömək eləyir. O qədər, ev ki vaxtımız yoxdur, o qədər böyük mükafatlar buyurdu. Deyir, bir evdə xanımına kömək edirsə, Allah ona şəhidin savabını verir. Bir ilin ibadətin verir. Gündüzlər oruc, gecələr namaz. Həzrəti Yaqubun savabını verir, Peyğəmbərlər savabını verir. Çoxlu hədislər var bu barədə. Növbəti və sonuncu məsələ ki, Həzrət bizdən istəyir. Həzrətin intizarı nədir? Həzrət bizdən nə istəyir? Bizi necə görmək istəyir? Mövzu budur. Ki biz Qur'an oxuyaq. Qur'ana diqqət eləyək. Qardaşlar, Qur'an ilahi bir möcüzədir. Qur'an bəşərin bütün ehtiyaclarını ödəyən bir kitabdır, qanun kitabı. Bizim bədbəxtçiliyimiz bundadır ki, biz Qur'an əsasında yaşamırıq və yaşamaq istəmirik. Allah təbarək və Teala bəşərin hidayəti üçün, bəşərin səadəti üçün, xoşbəxtçiliyi üçün bu Qur'anı göndəribdir. Hər kəs istəyə, xoşbəxt ola, gərək Qur'an əsasında yaşaya. Qur'an bizim fərdi həyatımızı, ictimai həyatımızı, siyasi həyatımızı, hər cəhətdən bizim nəyə ehtiyacımız var, maddi, mənəvi tələb, hər bir tələbatımızı ödəyir. Amma gərək müraciət eləyəsən, gərək öyrənəsən, gərək oxuyasan. İmam Sadiq əleyhissalam bizdən istəyir ki, Qur'an oxuyuz, Qur'anı öyrənüz. İmam Sadiq şiəsi gərək hamıdan çox Qur'an oxuyur. Bizim alimlərin həyatına baxaq. Hər ayda neçə Qur'an xətm edilmişdir, müştəhidlər. İndi də o cürdür ya. Daim Qur'an oxuyurlar. Yəni, qardaş görsən, Yasin surəsini bülbül kimi oxuyur. Gəlib başqa yer görsən ki, elə bil bu adam Qur'an oxuya bilmir. Qur'anın başqa surəsi də var da, oxu da onu da, nə olaraq öyrənəsən? İllərdir görsən, qardaş Qur'an oxuyub öyrənə bilmir. Öyrən Qur'anı. Şiə gərək hamıdan yaxşı Qur'an öyrənə, hamıdan yaxşı Qur'an əzbərliyə. Qur'anın tərcüməsini yaxşı bilə. Həzrət buyurur ki, bizim şiələrimiz bu Qur'an kitabı ki, sonsuz, tükənməz bir xəzinədir, ilahi məariflər var, Allahla insan arasında bir əhdinamədir, daha çox şiələr gərək buna diqqət eləyə Qur'ana. Çünki Qur'an Allahla bəndə arasında bir əhdinamədir. Qur'ana çox diqqət göstərmək, çox oxumaq lazımdır. Hər gün Qur'andan 50 ayə insan oxuya. Təkcə oxumaq yox, mənasına diqqət eləyə, təfəkkür eləyə. İmam Sadiq əleyhissalam özü natiqi Qur'andır. Buyurur ki, sizlərə tapşırıram ki, Qur'anı oxuyuz. Çox gözəl hədisdir. Buyurur ki, hər ayə ki, Qur'anda gördünüz, sizlərdən qabaqçılar o ayəyə əməl eləyib, xoşbəxt olublar, nicat tapıblar. Siz də o ayəyə əməl eləyiniz, nicat tapız, xoşbəxt olunuz. Qur'anda ayələr var da. Məsələn, Qur'an mənfi müsbət buyurur. Müsbət insanları nümunə gətirir ki, bəli, namaz qıldılar, oruç tutdular, bu cür elədilər, səbr elədilər, nicat tapıb xoşbəxt oldular. Sonra bədbəxtləri sayır. Ad qovmi, Səmud qovmi ki, Allah onlara bəla göndərir. Əməllərin, Lut qovmunun əməli nə idi? Məsələn, filan qovmun əməli nə idi? Həzrət də buyurur ki, Qur'anda ki, sizə bir ayə rast gəldi, oxuyursunuz. Görürsünüz ki, sizdən qabaqçılar o ayəyə əməl eləyiblər.
xoşbəxt olublar, nicat tapıblar. Siz də həmin o işə əməl eləyib nicat tapırsınız. Və bir ayə gördünüz ki, rast gəldi sizə. Ki, sizdən qabaqçılar əməl eləməyiblər, həlak olublar, hansısa əməllər sayəsində. Siz də o əməllərdən uzaq qalınız ki, həlak olmayasınız. Həzrət bu evdə ki, Qur'an oxunur, Allah təbarək və Teala bərəkətin o evə nazil eləyər. Allahın bərəkəti o evdə çox olar. Xeyr, bərəkət çox olar Qur'an oxunan evdə. Mələklər o evə gələr. Şeyatin, cinnilər o evdən gedər. Evdə xeyr, bərəkət yoxdur. Oğlum, evində Qur'an oxunur, yox. Amma dayanmadan musiqilər gedir bunun evində. Evdə xeyr, bərəkət niyə olmalıdır? Evdə uşaqlar qorxur. Nə bilim, elə biləm evdə səs gəlir. Nə bilim, nə olur? Gündə biri xoflanıb gəlir axı. Məsələn, nədir? Çünki bunlar düz yaşamırlar. İnsan evində namaz qılar, əzan iqamı oxuyar. İnsan evində Qur'an oxunar. İnsan evində Qur'an. Bəziləri Qur'anı evdə saxlamırlar. Gətir qoyurlar bura ki, yox, deyir, günahdır evdə Qur'an qala. Gör bunun bir... Neyinə, əvvələn günahdır, neyinə, sənin kaş günahın elə bu olsun. Ki, günahdır evdə Qur'an qalıb oxunmur. Heç bir hədis yoxdur ya, belə bir şey yoxdur. Bunu nə üçün birisi söyləyirlər? Birdən evdə Qur'an ola-ola, bunlar müəyyən o pis işlər görürlər. Onları görsü, şərab içsü, bizim işlərimiz düz gəlməz. Allah məsələn bizə nəsə eləyər. Bu demir ha şərabı eləməyək. Deyir bu Qur'anı aparın qoyun məsələn məscidə. Biz bildiyimizi eləyək bundan sonra rahat. Belə insanlar var. Həzrət bizdən bu istəyir ki, mənim şiyələrim. Xütbə bundan ibarət idi qardaşlar. İmam Sadiq əleyhissalamın şəhadət günüdür. İmam Sadiq əleyhissalamın biz şiyələrindən gözləntisi, intizarı, istəyi nədir? Biz nə cür olaq? Dildə şiyə demək asandır, amma əməldə necə olmalıyıq? 7 məsələyə işarə elədik. İmam Sadiq əleyhissalamın şəhadətidir. Biz zikri müsibətimiz olsun. O müsibətlərdən ki, o cəsarətlərdən ki, Mənsur Dəvanigi məlun İmam Sadiq əleyhissalama qarşı etdi. O bundan ibarət idi. Biri bundan ibarət idi ki, Mənsur Dəvanigi Mədinənin valisinə, belə deyək, icra başçısına, rəhbərinə məktub yazdı ki, İmam Sadiqin evin yandır. Zülümlərdən biridir. Mənsur Dəvanigi tarix yazır. Mədinənin valisinə məktub yazdı ki, Cəfər ibn Muhammed əleyhissalamın evin yandır. İmam Sadiqin evin yandır. İmam ailəsi evdə, özü evdə. Bir də gördü ki, ev yanır. Əhl-i-Beytin məzlumiyyətinə baxır. Ev yanır, hələ adi yanmaq deyil, artıq alov, od alov gəlib otaqlara, evin dəhlizinə daxil olur. Həzrət od alovun arasında yeriyə dedi ki, Ənə bunu İbrahim Xəlilullah. Mənəm İbrahim Xəlilullahın oğlu. Necə ki İbrahim'i atdılar ota, İbrahim odda yanmadı. Allah Quranda buyurur ki, Ya naru kuni bərdən və səlamən əla İbrahim. Nəmrud Həzrət İbrahim'i atdı ota, od yanmadı. İndi də dövrün, İmam Sadiqin dövrünün Nəmrudi, Mənsur Dəvanigi İmam Sadiq Ağanın evini yandırır. Amma ərzim budur ki, Yəbnə Rasulillah, düzdür sənin evi yandırdı Mənsur. Amma sən özün, balaların, sən özün hələ sağ eydin. Bu bir. Yanmadı balaların. 2. Bu zülümdür. Amma Cəddin Hüseynin olan zülmə yetişməz. Yəbnə Rasulillah. İmam Hüseyin əleyhissalam şəhid olandan sonra o məlun göstəriş verdi ki, ximələri yandırın, odlandırız. Elə ki, ximələrə od vurdular. Qızlar soruşdu, xanımlar soruşdular xanım Zeynəbdən ki, neyniyək? Həzrət buyurdu, xanım Zeynəb buyurdu ki, tökülün səhralara, tökülün səhraya qaçsız. Düşmən qoşununda olan əsərlərdən biri deyir ki, rivayət edir, gördüm ki,
yanmış ximədən, yanan ximədən bir dəstə qız uşağı, 3-4 yaşlı qız uşağı qaçır, amma ətəyi yanır. Ətəyi yanır, deyir, atımı qovdum. Atımı qovdum, məqsədim də bu idi ki, atı sürüm, o uşağın üst paltarın odun söndürüm. Deyir, çatdım o uşağa, gördüm o uşaq yoxdur. Baxdım sağa sola, onda baxdım gördüm ki o uşaq, qız uşağı yapışıb atın ayaqlarından, qorxusundan titriyir. Dedim, qorxma, mən sənin ətəyin ki yanırdı, paltarın ki yanırdı, onu söndürmək üçün gəldim. Dedim, nə istəyirsən məndən? Dedi ki, əmi, görə, əmi, mənə su varındısa biraz su ver içim. Deyir, mən məşki çıxartdım, qabı su ilə doldurdum, suyu verdim ona ki içəsən, gördüm içmir. Dedim, qızım, artıq su qadağası götürülübdür, iç. Dedi, əmi, mənim atamı şəhid eləyəndə ona su verdilər, yoxsa yox. Dedim, qızım, yox, ona su vermədilər, şəhid elədilər. Gördüm ki, o balaca əlində su cami ilə qətilqah tərəfə gedir ki, babasına su versin. Sallallahu aleyk ya Əba Abdillah ve alel ervahilleti hallet bifinaik. عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام عليك يا أبا عبد الله يا جعفر بن محمد أيها الصادق يا ابن رسول الله يا سيدنا ومولانا إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيها عند الله اشفع لنا عند الله يا وجيها عند الله اشفع لنا عند الله.